Goranboyda qohumlar arasında düşən mübahisə bıçaqlanmaya səbəb olub. Hadisə Goran qəsəbəsi ərazisində qeydə alınıb. Məlumata görə 33 yaşlı Naftalan sakini Natiq Əliyev özündən 14 yaş böyük olan 47 yaşlı Tərtər sakini Cahid Hüseynovu bıçaqlamaqda şübhəli bilinir. Hadisə zamanı xəsarət alan şəxs əvvəlcə Goranboy rayon mərkəzi xəstəxanasına çatdırılıb. İlkin yardım göstərildikdən sonra o, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Hadisəni törətməkdə şübhəli bilinən Naftalan sakini polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edək ki, xəsarət alan 47 yaşlı Tərtər sakini hadisəni törətməkdə şübhəli bilinən 33 yaşlı Naftalan şəhər sakininin qardaşının qaynıdır. Hadisənin baş vermə səbəbləri araşdırılır. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Cahid Hüseynova kəsici deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 33 yaşlı Naftalan şəhər sakini Natiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir. Günay Hüseynova, Rahim İbrahimoğlu, Rəvan Məmmədli bugün informasiya proqramı üçün.